Bugün üçbucaqlar mövzusunun, yəni üçbucağın növləri, falestrin, üçbucaq orta xətti haqqında dərsin qısa izahını verəcəm. Üçbucaq bildiyimiz kimi bir neçə üçbucağın növləri var. Bərabər yanlı, bərabər tərəfli, sonra kör bucaqlı, düz bucaqlı üçbucaqlar var. İlk öncə üçbucaqlığın konqrentlik əlaməti deyilinə başlasın. Yəni üçbucağın bərabərlik əlaməti deməkdir. Yəni üçbucaqlar bərabərdir dedikdə, yəni və yaxud da konkretdir dedikdə onlar bərabər nəzərdə tutulur. Bunların da bir neçə əlaməti var. T, BT əlaməti, yəni tərəf, bucaq, tərəf. Əgər bir üçbucağın iki tərəfi bir bucağa bərabərsə, bu üçbucaqlar bərabərdir. Sonra B, T, B əlaməti bu odur ki, bu bir tərəfə iki bucaq bərabərsə, bu üçbucaqlar bərabərdir. Bir də T əlaməti var. Yəni bir üçbucağın üç tərəfi bərabərdirsə, digər üçbucaqlar onda bərabərdir. İndi gəlin üçbucağın orta xətti haqqında danışaq. Üçbucağın orta xətti adından da göründüyü kimi tərəflərin orta nöqtəsinin birləşməsindən yaradırıq. Yəni məsələn deyirəm bura 5-dirsə, onda burada 5-dir. Bura 6-dırsa, bura 6-dır. Yəni tərəflərin orta nöqtəsinin birləşməsindən və oturacaq, yəni çəkildiyi tərəfə paralel olan xəttə orta xətt deyilir və üçbucağın orta xətti çəkildiyi tərəfin yarısıdır. Məsələn deyirəm bura 7-dirmi? Onda bura 14 olmalıdır. Yəni onda digər tərəfdən bütün bu tərəflərin orta xəttini çəkə bilərik. Məsələn, yəni onda bura 5, bura 6 düşəcək. Yine burada bir perimetr hesablasaq. Bu üçbucağın perimetrini hesablasaq neçə olacaq? 10 üstəgəl 12 üstəgəl 14. Etdi 36. İndi balaca. Burada yaranan üçbucağın perimetrini hesablasaq nə olacaq? 6 üstəgələk 5 üstəgələk 7 bərabər olacaq 18-ə. İndi burada nə qayda alırıq? Böyük onda alırıq ki, üçbucağın orta xəttinin əmələ gətirdiyi üçbucağın perimetri böyük üçbucağın perimetrinin yarısına bərabərdir. Doğrudan da isbat olaraq göstərir ki, bu 36-dır, bu 18 alınır, yarısına bərabərdir. Yəni qısaca olaraq bəzilərdə gəlsə böyük üçbucağın perimetrini verir. Sizdən orta xəttin əmələ gətirdiyi üçbucağın perimetrini soruşarsa yarısını götürürsünüz. Sonra indi keçək falestrin. Falestrin nədir? Paralel xəttlər arasında qalan tərəflər bərabərdir. Yəni baxın, məsələn tutaq ki, belə verə bilər və yaxud da hər hansı xəttlərdə belə verə bilər. Bu paralel xəttlər arasında qalan, məsələn deyirəm bura 7-dirmi? Onda burada yəni öz tərəfində, qarşı-qarşı yox, öz tərəfində bölünən hissələr bərabərdir. Məsələn bura 8-dirmi? Deyirik burada 8-dir. Eləcə də bu formada olsa, məsələn bura 2-dirsə, burada 2-dir, bura 3-dürsə, burada 3-dür. Sonra üçbucağın indi bax bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucağın bir dənə əsas xassəsi ondan ibarət ki, nəyi bilməlisiniz? Bərabər yanlı üçbucağın yan tərəfləri bərabər. Birinci növbədə qaydamız budur. Sonra oturacağına bitişik bucaqları bərabər. Məsələn qoy 60 yazmayım. Deyək ki 50-dirsə, onda burada 50-dir. Onda təpədəki bucağı taparaq neçə dərəcə olar? 80 dərəcə olar. Digər əsas qaydası isə təpədən oturacağa endirilmiş hündürlük, tən bölən, median üçü də bir-birinə bərabərdir. Yəni bu nə deməkdir? Məsələn deyir ki, sən hündürlük çəkilib, onu həm median kimi qəbul edirsən, həm tən bölən kimi qəbul edirsən. Yəni bu məsələlərin həllində də bizdə daha çox istifadə olunacaq bu. Sonra bərabər üçbucaqda əgər deyək ki, yan tərəflərə paralel xəttlər çəkilib, deyək ki, bu x-dir, bu da y-dir. Məsələn, yan tərəflərdə a-dır. Əgər a paraleldir x-ə və a paraleldir y olarsa, onda bu paralel xəttlərin cəmi tərəfə bərabər olur. A-ya bərabər olur. Amma perpendikulyar çəksək desək, yəni bunları perpendikulyar çəksək desək, perpendikulyarların cəmi isə bu yan tərəfə çəkilmiş hündürlüyə bərabərdir. Oturacağa yox, yan tərəfə çəkilmiş hündürlüyə bərabərdir. Yəni bu bərabərlərin üçün əsas xəssə budur ki, bir oturacaqdakı bucaqlar bərabərdir, yan tərəflər bərabərdir, təpədən çəkilmiş hündürlükdən bölən median bərabərdir. Yəni düşə biləcək suallarda bunlarla əlaqəli düşür. Yəni bu xəssəsindən istifadə olunur. Məsələn, hündürlük mü tapılır, tərəf mi tapılır, sahə mi tapılır? Hamısı bu qaydaya əsasən tapılır. İndi bərabər tərəfi üçbucaq nədir? Adından da göründüyü kimi bütün
bütün tərəfləri bərabər, bütün bucaqları bərabər. Onda bütün bucaqlar neçə dərəcə düşər? 60, 60 düşər. Bərabər tərəfli də isə istəyir bu tərəfdən, istəyir bu tərəfə, istəyir bu tərəfə çəkilən mediandır, hündürlükdür, tən böləndir. Üçü də bir-birinə bərabərdir. Yəni heç bir fərqi yox. Hər biri bir-birinə bərabərdir. Məsələn, deyirəm medianı 5-dir, onda tən böləni də 5-dir, hündürlüyü də 5-dir. Bütün tərəflərinə çəkilən hamısı 5-ə bərabərdir deməkdir. Bərabər tərəfli üçbucaqdakı ki, bayaq dediyimiz paralel xətt qaydası. Əgər burada tərəfə çəkilmiş paralel xəttlər, məsələn, X, Y, Z şəkli, onda bu paralel xəttlərin cəmi tərəfə bərabərdir. Amma perpendikular olsa, yenə eyni qaydada perpendikuların cəmi hündürlüyə bərabərdir. İndi bu belə çox düşmür imtahanlarda, amma bəzən lazım ola bilər, belə bir qayda ilə əlaqəli sual sala bilər. Ona görə bilməyinizdə fayda var. Sonra indi keçik düzbucaqlı üçbucağa. Düzbucaqlı üçbucaq nədir? Adından göründüyü kimi bir bucağı düzbucaqdır. Onda deyə bilər ki, düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi neçə dərəcə olmalıdır? 90 dərəcə. Məsələn, bura 30-dursa, onda deyirəm, bura 60 dərəcədir. Düzbucaqlı üçbucağın əsas xassəsi, ən çox istifadə olunan xassəsi Pifaqor teoremidir. Pifaqor teoremi nədir? Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Tutaq ki, bura deyirəm 5-dir, bura deyirəm 12-dir. C-ni tap. Onda yazırsınız 5-in kvadratı 25, 12-in kvadratı 144, bərabərdir 169-a. 169 da nəyin kvadratıdır? 13-ün. Deməli, C tərəfi 13-dür. Digər tərəfdən Pifaqor ədədləri əzbərləyərək də əslində məsələn düşən məsələləri baxan kimi də hesablamadan cavab verə bilərsiniz. Onu da əzbərləməkdən belə də yadda saxlaya bilərsiniz. Ən balı 3, 4, 5-dir. Yəni 3-ün kvadratının üstə 4-ün kvadratı 25 eləyir. Bunun iki misilləri də Pifaqor ədədləri olur. Yəni, məsələn, 2 dəfə 3, 6, 8, 10. Bunlar da Pifaqor ədədlərdir. 6-ın kvadratı, 8-in kvadratı 100 eləyir. 100-dən də 10 çıxır. Sonra məsələn, deyək ki, 3 misli 9, 12, 15. Deyək ki, məsələn, 4 misli 12, 16, 20 və bu şəkildə yəni misillərlə tapa bilərsiniz. İndi düzbucaqlı üçbucaqda əsas lazım olacaq düsturlara baxaq. Məsələn, bura A deyək, yenə bura B deyək. Məsələn, hər hansı hündürlük çəkək, hətta istəyirsiniz bir dənə də median çəkək. Ümumiyyətlə, istənilən düzbucaqlı üçbucaqda median hipotenuzun yarısına bərabərdir. O da hansı median? Hipotenuza çəkilən median. Hündürlüyün isə düsturları necədir? Hündürlüyün bir düsturu katetlərin hasilini hipotenuza bölürsünüz. Bir məşhur düstur isə əgər hündürlüyü burada emin hissələr bölürsə, yəni həm emin hissə kimi gedir. Bəzən də misallarda əslində bu M A katetinin proyeksiyasıdır. A katetinin proyeksiyası eyni isə B katetinin proyeksiyasıdır. Yəni, H kvadratı proyeksiyaların hasilinə bərabərdir. Yəni, bəzən məsələlərdə deyir ki, məsələn, A katetin proyeksiyası budur, məsələn, B katetin proyeksiyası budur, hündürlüyü tapın. Yəni, birinci proyeksiya bu bölünən hissələr deməkdir. Bir də hündürlüyün bir düsturu var. Bu, indi çox istifadə olunmur, amma yenə deyirəm, bilməkdə fayda var. Bəzən tərif kimi düşür ki, aşağıdakilərdən hansı hündürlük düsturudur? Düzbucaqlı üçbucağın hündürlük düsturudur. Bundan, yəni, qayda olaraq bilməlisiniz. Digər isə proyeksiya düsturu var. Proyeksiya, yəni məsələn A katetin proyeksiya düsturu, katetin kvadratı bərabərdir n vuraq hipotenuza hasilini. Sonra B kvadratı bərabərdir n vuraq yenə hipotenuza hasilinə bərabərdir. Bu da proyeksiya düsturumuzdur. Yəni, bu, bax, H kvadratı mn olsun, ən məşhur düsturlardan biridir. Daha çox məsələlərdə istifadə olunur. Hətta indi dördbucaqların içərisində də görəcəksiniz, o H kvadratı mn-dən nə qədər çox istifadə olunur. İndi keçək düzbucaqlı üçbucağın xüsusi hallarına. Düzbucaqlı üçbucaqda 30, məsələn, bura 60 dərəcəyə bucaq xüsusi hal adlanır. Xüsusi halda davam edək. 30-luq 60-lıq bucaqda əsas xassə nədir? 30 dərəcəlik bucaq qarşısındakı katet hipotenuzun yarısı. Bilirsiniz də, hipotenuz 90-ın qarşısındakıdır. Katet isə digərləri isə katetdir. İndi 30 dərəcənin qarşısındakı hipotenuzun yarısıdır. Yəni, bura 10-dursa, bura 5 olacaq.
60-ın qarşısındakı isə 30-un qarşısındakının kökdə 3 mislidir. Yəni nə olacaq onda? Bura 5 kökdə 3 olacaq. Hətta bəzən tərsinə də verə bilər. Yəni verilən bucağa əsasən, məsələn deyir bura 60 dərəcədir, bura 6 kökdə 3 olarsa, 3 bucağın perimetrini tap. Onda bura 60-sa siz deyirsiniz ki, bura 30 dərəcədir. 60-ın qarşısındakı 6 kökdə 3-dürsə, deyirsiniz 30-un qarşısındakı onda neçə olmalıdır? 6 olmalıdır ki, kökdə 3 misli olaraq 6 kökdə 3 olsa. Onda 90 qarşısındakı neçə olar? 12 olar. Perimetrdə deyəndə bütün tərəflərini cəmləyirik. Digər xüsusi hal isə düzbucaq, bərabər yanlı düzbucaqda. Burada da bucaqlar 45-45-dir. Yəni burada da median hündürüyə bərabərdir. Bilirsiniz də bərabər bucaqda təpədən çəkilən median hündürlük bərabər. Burada da eyni xassiyyət. Onda deyər ki, hündürlük nəyə bərabərdir? Hipotenuzun yarısına bərabərdir. Burada isə əgər tərəflərin AA-dırsa, hipotenuz katetin kökdə 2 mislidir. İndi tutaq ki, bizə belə bir düzbucaqlı üçbucaq verir. Deyir ki, bura 5 olarsa katetləri tap. İndi bilirik ki, katet, hipotenuz katetin kökdə 2 mislidir. Yəni bu nəyə bərabərdir? A kökdə 2-yə bərabərdir. İndi buradan A-nı tapsaq, 5 bölək kökdə 2. Məxrəcdə də heç vaxt irrasional ifadə olaraq cavab verilmədiyi üçün irrasionaldan azad edirsiniz. İrrasionaldan azad etmək hər tərəfin kökdə 2-yə vuruq. Kökdə 2, kökdə 2-yə vursaq 2, 5 kökdə 2. Deməli, katetlərimiz 5 kökdə 2 böl 2-yə bərabər imiş. Sonra, əgər düzbucaqlı üçbucaqda, düzbucaq təpəsindən bir dənə median, bir dənə tənbölən çəkilibsə də və yaxud da bir dənə düzbucaqlı üçbucaqda, bir dənə median, bir dənə hündürlük çəkilibsə də, ümumiyyətlə yadda saxlayın ki, əgər medianla hündürlük söhbəti varsa da, bunu da belə yadda saxlaya bilərsiniz qısa olaraq. İxtiyari üçbucaqda əgər bir təpədən median, tənbölən hündürlük çəkərsə, ən böyük median. Sonra tənbölən ən balacası hündürlükdür. Siz buna əsasən yadda saxlaya bilərsiniz. Ən böyük ən kiçik arasındakı sorulursa, bu oturacaqdakı bucaqların fərqinə bərabərdir. Yəni 75-dən 15 çıxsız 60 qalır. Amma tənböləni oradan görsəniz, çıxırsınız bir də 2-yə bölürsünüz. Onda neçə dərəcə olur? 30 dərəcə olur. Yəni 60-60 2-yə böləndə 30 dərəcə olur. İndi məsələn bir neçə sual izahına da kitabdan baxaq. Üçbucaqlar bizə tam aydın olsun. Bax, məsələn, burada birinci suala baxın. Deyir ki, A üstəgələkli 15-dir. Axı, bu orta xəttdir. Özü deyir ki, orta xəttdir. Deməli, A nəyə bərabərdir? 2B-yə bərabərdir. Çünki B A-nın yarısıdır da. Gətirsiniz yerinə qoyursunuz. Onda olurmu? 3B bərabərdir 15-ə. B nəyə bərabərdir? 5-ə bərabərdir. Deməli, B-imiz 5 imiş. Bizdən də nəyə soruşur? A-nın B 5-dirsə, A 10 olacaq. Yəni, orta xəttin xassəsindən istifadə edir. Sonra 4-cü sual. Deyir, təpələri verilmiş körbucaqlı üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın iti bucaqlarının sayını tapır. İstənilən fiqurun, istəyir üçbucağı olsun, istəyir nə olur olsun, tərəflərin orta nöqtəsinin birləşməsinin alınan fiqur özünün balaca formasıdır. Yəni, körbucaqlı üçbucağın tərəflərin orta nöqtəsinin birləşməsinin yenə körbucaqlı üçbucaq yaranacaq. O körbucaqlı üçbucağın neçədən iti bucağı ola bilər? 2-dən iti bucağı ola bilər. Onda deyirik ki, yarananın da 2-dən iti bucağı olur. Deyir ki, 2 dənə iti bucağı var. Sonra, məsələn, 12 nömrəli məsələdə mən bir dənə açar məqam deyim ki, şəkil çəkmədən, əgər sizə parça düz xətti kəsir deyirsə, orta nöqtə məsafəsi soruşursa, kəsir sözündə rəqəmləri bir-birindən çıxın 2-yə bölün. Ondan 6 çıxanda 4, 4-ü 2-yə böləndə 2. Amma kəsmir deyəndə toplayıb 2-yə böləcəksiniz. Yəni, bunu praktik olaraq asan qaydası belədir. Tez, yəni misalı hesablamaqdan ötürü. Sonra, məsələn, gəlin 9-a baxaq. Deyir, bərabər tərəfli üçbucağın tənbölənin uzunluğu 20-dir. Biz bilirik ki, tənbölən söhbəti varsa da, o həm də hündürlükdür,
həm də mediandır. Əgər bu 21-dirsə, burada 60 dərəcə, onda burada 30 dərəcədir. Çünki tən bölən rolunu oynadaq, bütün bucaqları 60 dərəcədir. İndi 60-ın qarşısındakı 21-dir. Deməli, 30-un qarşısındakı 10-da 21 böl kökdə 3 olmazmı? Çünki 60-ın qarşısında axı 10 kökdə 3 mislidir. Onda hipotenuzda bunun 2 misli 42 böl kökdə 3 olmazmı? Bunu da irrasionallıqdan azad etsək, bilirik ki, irrasionallıqdan azad etmək üçün hər tərəfini kökdə 3-ə vururuq. Kökdə 3'ə vuranda 3 eləyir. 42 ilə də 3 çıxsaraq da 14 kökdə 3 eləyir. Deməli, 3 bucağımın tərəfi 14 kökdə 3-ə bərabər imiş. Sonra, məsələn, düz bucaqlı 3 bucaqdan da bir neçə suala baxaq. Axır mövzuları göstərmək istəyirəm. Axırda ətraflı yazılar. O məsələ, bu məsələyə baxaq. Deyir ki, bir-birinə paralel olan və A və maksilər arasındakı uzunluq 6-dır. Yəni, A və maksilər arasındakı məsafə buranı deyir, 6-dır. C-də velosiped yolu mövcuddur. C nöqtəsinin A düz xəttinə simmetrik olan C1, yəni buna simmetrik C1, C1, burada da D1. Bizdən soruşur ki, D nöqtə avtodayanacaq yerləşir. Avtomaksilər arasındakı məsafə 4-dür. Deməli, buradan burada 4-dür, buradan burada 4-dür. Bizdən C1 ilə D1 arası ən qısa məsafə deyinə belə birləşdirirsiniz. Belə bir şəkil görən kimi, elə bir ki, bunu paralel şəkildə, burada düz bucaqlı, üst bucaq yaratmaya çalışırsınız. Bura köçürdürsünüz. Bura düz bucaq oldu mu? Bura 4 idisə, burada 4 olur. Onda bura, bax, düz bucaqlı, üst bucaq. Bura 4, bura 4. Toplamı 8 elədi. Buradan da digər tərəfdən bunun uzunluğunu verir. Baxı, bizə də 6-dır. İndi Pifaqor teoremi 6, 8. Onda hipotenuzumuz neçə olacaq? 10-a bərabər olacaq. Elə bizə də ən qısa məsafə lazımdır. Eləcə də bu suallarda, baxın, belə birləşdirirsiniz. Bunu bura köçürdürsünüz. Bunu bura köçürdürsünüz. İndi bizə bura nə verib? C-də 2 kökdə 6 veribdir. Onda burada 2 kökdə 6 olacaq. Sonra AB-ni də kökdə 6 veribdir. Sonra bizə BC-ni də 3 kökdə 3 veribdir. İndi yenə bax, bura 3 kökdə 6, bura 3 kökdə 3. Yenə Pifaqor teoremi əsasən 3 kökdə 6-nın mötərizə kvadratının üstünə 3 kökdə 3-ün mötərizə kvadratını gəlib, buradan AD məsafəsini tapacaq. Bir dənə də bu 86 nömrəli məsələyə baxaq. Baxın, burada deyir ki, şagird dron hazırlıq məktəb həyətində A nöqtəsindən B nöqtəsinə uçurdular. Dron C nöqtəsində olarkən onun yer üzərində proyeksiyası K ilə göstərilmişdir. AK 45-dir. KB 5-dir. Məsafə söhbəti varsa, ümumiyyətlə bilin ki, o hündürlükdür. Özü də bizə deyir ki, bu düz bucaqdır. İndi düz bucaq hündürlük və bölünən hissələr. Hansı düstur ağlımıza gəlməlidir? H kvadratı M vur N. Burada da H kvadratı bərabərdir 45 vur 5-ə. O deyir 225. 225-dən neçə çıxır? 15. Deməli, hündürlük məsafəmiz 15-ə bərabər imiş. Bugün izahımız da bu qədər. İnşallah izahımız sizin üçün faydalı olur. Sağ olun.